Salam, hörmətli izləyicilər, xoş gördük hər birinizi, necəsiz? Bugünkü dərsimizdə sizlər üçün Səfəvi Osmanlı müharibələri haqqında məlumat verəcəm. Dərsimizə keçid alaq. İlk öncə söyləmək istəyirəm ki, hələ biz öncəki mövzumuzda dövlətin yaradılmasını İsmailin adı ilə bağlamışdıq. Hansı ki, 1-ci İsmail 1501-ci ilin payızında Təbrizə daxil olaraq özünü şah elan etmiş və Səfəvilər dövlətinin əsasını qoymuşdu. Və bu Şah İsmailin hakimiyyət dövrü 1524-cü ilə qədər davam etmişdi. Hakimiyyəti dövründə bir sıra işğalçılıq müharibələri həyata keçirmişdi, hətta Osmanlı ilə müharibə baş vermişdi. Lakin müharibə etməmişdən öncə biz Səfəvi şahı 1-ci İsmailin Osmanlı sultanları ilə dostluq münasibətləri yaratdığının da şahidi oluruq. Belə ki, Şah 1-ci İsmail hələ Osmanlı sultanı 2-ci Bəyazidin dövründə onunla dostluq əlaqələri qurmuşdu. Lakin 2-ci Bəyazidin ölümündən sonra onun oğlu 1-ci Səlimlə 1-ci İsmail arasında artıq münaqişələr yaşandı və Səfəvi Osmanlı müharibəsinin əsası qoyulmuş oldu. Bu müharibələr təxminən 200 ilə qədər ki, bir müddəti əhatə etdi fasilələrlə. Və biz Şah İsmailin hakimiyyəti dövründə 1-ci Səfəvi Osmanlı müharibəsinin 1-ci mərhələsinin başlanmasına şahidi oluruq ki, 1-ci mərhələ 1514-1555-ci illəri əhatə etdi və bu zaman hələ müharibəyə başlamazdan öncə Osmanlı Sultanı 1-ci Səlimdə, Səfəvi Şahı Şah 1-ci İsmail da hər ikisi özlüyündə tədbirlər həyata keçirdilər. Müharibəyə hazırlaşmaq üçün müəyyən addımlar atdılar. Belə ki, deməli, burada biz qeyd edəcəyik ki, Sultan 1-ci Səlim Avropa dövlətləri ilə apardığı müharibələri dayandırdı, Macaristan və Venesiya ilə sülh müqaviləsi imzaladı. Eyni zamanda 1-ci Səlim Şeybanilər dövlətindən yardım vədi aldı. Digər bir tərəfdən, eyni zamanda Sultan 1-ci Səlim burada din xadimlərini, yəni ruhani başçılarını deməli, müharibəyə təhrik etdi, ülamaları və onları müsəlmanları, yəni güya ki, müharibəyə apararmış kimi müharibəyə dini don geyindirərək belə bir siyasət yürütdü ki, o müharibəni işğalçılıq yolu ilə yox, dini müharibə kimi qələmə verdi və burada da ülamaların, yəni din xadimlərinin bu işə daxil olmasına şərait yaratdı. Şah 1-ci İsmail isə nə etdi? Burada deyəcək ki, Şah 1-ci İsmail özlüyündə Avropa dövlətləri ilə əlaqə qurmağa çalışdı. O burada deməli Roma papasına və Venesiyaya məktublar yazdı, lakin onun bu məktublara cavabsız qaldı və o əsasən ordu silahlar almağa və Avropa ölkələri ticarət əlaqəsi qurmağa çalışırdı. Digər bir tərəfdən də Şah 1-ci İsmail 1510-cu ildə Portuqaliyaya danışıqlar apardı. Bu danışıqlar zamanı Portuqaliya İran körfəzində möhkəmlənməli idi, buranı ələ keçirtməli idi və bu istiqamətdən də ordu silahlar və mütəxəssislər gətirməli idi. Lakin Portuqaliya dövləti Şah 1-ci İsmaili aldatdı. 1510-cu ildə Səfəvilərin İran körfəzinə, yəni hansı ki Hind okeanına yeganə çıxışı olan İran körfəzini, Hörmüzü ələ keçirdilər və qarşılığında Şah 1-ci İsmaili aldadaraq ordu silahlar və mütəxəssislər gətirmədilər. Bu Şah 1-ci İsmailin böyük bir səhvi oldu. Onun bu səhvini 100 il sonra nəvəsi Şah 1-ci Abbas düzəldəcək. Portuqaliyadan bu ərazini geri qaytarmağı bacaracaq. Deməli, burada əsas məqamımız nədir? Deyəcəyik ki, Səfəvi Osmanlı müharibəsinin baş vermə səbəbləri təbii ki də oldu. Səbəblər nə idi? Burada bir tərəfdən Səfəvilərin Azərbaycanda öz mövqeyini möhkəmləndirməsi, Səfəvilərin Şərqi Anadolu istiqamətində öz hücumlarını genişləndirmək istəyi, digər bir tərəfdən Osmanlının da Şərqi Anadolunu ələ keçirmək istəyi və eyni zamanda Osmanlının bu ərazidən keçən ticarət yollarını nəzarət etmək istəyinə görə Səfəvi Osmanlı müharibəsinin 1-ci mərhələsi başladı. Birinci mərhələmiz 1514-də başlayır, 1555-ci ilə qədər davam edir. 1514-cü ildə Çaldıran döyüşü baş verdi. Çaldıran döyüşü Makku yaxınlığında baş verdi və bu döyüşdə
Osmanlı ordusu daha güclü idi. Çünki Osmanlı ordusu odlu silahlara malik idi, Səfəvilərdən fərqli olaraq. Odlu silahların sayəsində Osmanlı yeniçəriləri qələbə qazandılar və Çaldıran döyüşündə Səfəvilər məğlub oldu. Osmanlılar Mosula qədər ki, Şərqi Anadolunu, eyni zamanda Cənub-Qərbi Qafqaz ərazisindəki torpaqları işğal etdilər. Osmanlıların yaxın şərqdə mövqeyi möhkəmləndi. Osmanlılar artıq Şərqi Anadolu istiqamətində öz mövqelərini möhkəmləndirmiş oldular. Və bu deməli döyüşdən bir qədər sonra, daha doğrusu Çaldıran döyüşü zamanı, yəni döyüşdən biraz sonra burada Osmanlılar Təbrizə daxil olurlar. Lakin burada üç əsas səbəb, yəni burada müəyyən səbəblər qeyd olunur ki, onlar Təbrizə daxil olarkən Səfəvilər Osmanlılar üzərinə əks hücuma keçirlər. Burada əhalində müqaviməti baş verir və Səfəvilərin də yeni hücuma keçmək təhlükəsinə görə burada artıq Sultan 1-ci Səlim Təbrizi tərk edir. Lakin tərk edən zaman Təbrizdən bir neçə min sənətkarı özü ilə bərabər İstanbula aparır. Biz bunu oxşarlaşdıra bilərik. Məsələn, Monqollar dövrü ilə, Teymurlar dövrü ilə ki, həmin dövrlərdə də Azərbaycanlı sənətkarlar digər ərazilərə aparılmışdı. Çaldıran döyüşündən bir qədər sonra Səfəvi dövləti bir yürüşə hazırlaşır, böyük bir yürüşə, əks hücum edir, lakin onların bu yürüşü də uğursuz olur. Köhnə kitablar, bizim dövrün kitabları söyləyirdi ki, 1516-cı ildə Qoç-Hisar döyüşü oldu. Burada yenə Səfəvilər məğlub oldular. İndi artıq o döyüşün ilini və adını qeyd etmirlər. Sadəcə olaraq qeyd olunur ki, Çaldıran döyüşündən sonra Səfəvilərin növbəti başlatdığı yürüş uğursuz oldu. Və biz bundan sonra deyəcək ki, bir qədər sakitlik yarandı. Çünki Şah 1-ci İsmailin Çaldıran döyüşündə öz yaxınlarını, dostlarını və silahdaşlarını itirməsi, digər bir tərəfdən də Sultan 1-ci Səlimin artıq bu istiqamətdə irəliləməməsi, Sultan 1-ci Səlimdən də sonra hakimiyyətə gəlmiş Sultan Süleyman Qanuninin öz diqqətini əsasən Avropaya yönəltməsi və həmin Avropa dövlətləri ilə, Macarıstanla, Avstriya ilə müharibə aparması artıq Səfəvi-Osmanlı müharibəsində bir qədər sakitlik yaratdı. Belə bir zaman aralığında 1524-cü ildə Şah 1-ci İsmail vəfat etdi. Hakimiyyətə onun oğlu 1-ci Təhmasib gəldi. 1-ci Təhmasib hələ 10 yaşındaydı. Çox az yaşlı olduğu üçün dövlət işlərini bilmirdi və ölkədə bu zaman daxili çəkişmələr, əmirlərin, feodalların bir-birlə gedən ara müharibələr dövləti zəiflətmişdi. Lakin zaman keçdikcə 1-ci Təhmasib dövlət işlərinə yaxından bələd oldu və ölkəni idarə etməyə başladı. Onun hakimiyyət dövrü 1576-cı ilə qədər davam edəcək. 1-ci Təhmasibin dövründə, deməli, artıq 30-cu illər dönəmində, 1530-cu il dönəmində onu Xorasanda özbəklərlə başlanan müharibəyə qarışmasından istifadə etdi Osmanlı Sultanı Sultan Süleyman Qanuni və Azərbaycana 4 dəfə yürüş etdi. Sultan Süleyman Qanuni Azərbaycana birinci yürüşü 1534-cü ildə baş verdi. O buraya gələn zaman Təhmasib bu yürüşü eşidərək müəyyən tədbirlər həyata keçirdi. Belə ki, Səfəvi Şahı 1-ci Təhmasib qərb ərazisində yaşayan əhalini oradan köçürdü başqa yerə. Eyni zamanda yandırılmış torpaq taktikası istifadə edərək düşmənin əlinə keçirə biləcək nə varsa hər şeyi yandırdı, məhv etdi, otlaqlar məhv edildi, su quyuları torpaqla dolduruldu ki, heç bir şey düşmənin əlinə keçməsin, mal-qara məhv edildi, bir qismi isə köçürüldü və bu zaman Sultan Süleyman deməli, Təbrizə daxil olan zaman Təbrizi tutsa da belə artıq ələ keçirə biləcəyi heç bir şey yox idi. Digər bir tərəfdən də qışın yaxınlaşması, ərzaq qıtlığı, əhalinin şiddətli müqavimətinə görə, yəni yerdə qalan ərazilərin müqavimətinə görə, buna görə Sultan Süleyman artıq Azərbaycanı tərk etdi. Təbrizi tərk etdi və geri qayıdarkən o, elə həmin o 1534-cü il dönəmində Təbrizdən qayıdarkən Bağdad daxil olmaqla Ərəb İraqını ələ keçirdi. Artıq bu Səfəvilər Ərəb İraqını itirdilər. Daha sonra Sultan Süleyman bir qədər sonra 1535-ci ildə ikinci yürüşə başladı. İkinci yürüş dövründə yenidən Təbrizə yaxınlaşdı və yenidən 1-ci Təhmasib yandırılmış torpaq taktikası tətbiq etdi. Bu dəfə Təbrizdəki əhalini köçürtdü başqa ərazilərə. Yenidən əkin sahələri, otlaqlar məhv edildi və su quyuları torpaqla dolduruldu. Osmanlılar buraya yaxınlaşan zaman Təbrizi ələ keçirsələr də belə, onlar 1535-ci ildə Həmədan yaxınlığında Sultaniyə adlanan yerdə baş vermiş döyüşdə Səfəvilər tərəfindən məğlub edildilər, ağır zərbə aldılar. Digər bir tərəfdən də Osmanlılar yenidən aclıq və səfalətlə üzləşdilər və Osmanlı ordularında taun xəstəliyinin yayılması səbəbindən Osmanlılar artıq Azərbaycanı 1535-də tərk etdilər, getdilər. Daha sonra
Üçüncü yürüyüşümüz 1548'də olacaq. Əslində bu 1548'də Osmanlılar bura gələn zaman Osmanlıların gəlməyə fikri yox idi. Onları buraya gəlməyə təhrik edən Əlqas Mirzə idi. Belə ki, Əlqas Mirzə kim idi? Şah Mirz Təhmasib 1538-ci ildə Şirvanşahlar dövlətinin varlığına son qoyan zaman bu Şirvanşahlar dövlətini Şirvan Bəylərbəyliyi kimi elan etdi və Şirvan Bəylərbəyliyinə başçı olaraq öz qardaşı Əlqas Mirzəni hakim təyin etdi. Əlqas Mirzə 1538-dən 1547-yə qədər burada ağalıq etdi. Lakin 1547-ci ildə Əlqas Mirzə artıq başlayır qardaşına qarşı çıxmağa, mərkəzi hakimiyyətə qarşı qiyam qaldırır və burada Əlqas Mirzə bir Təhmasib tərəfindən məğlub edilir. Belə olan halda Əlqas Mirzə ələ keçməmək üçün qaçır Osmanlı sultanının yanına, Sultan Süleyman Qanuninin qızı ilə ailə həyatı qurur və onun yanında sığınacaq tapır. Daha sonra Əlqas Mirzə öz qardaşının dövlətinə qarşı başlayır Sultan Süleymanı doldurmağa, təhrik eləməyə və 1548-ci ildə üçüncü yürüyüş baş verir. Üçüncü yürüyüş zamanı yenidən Sultan Süleyman Təbrizə yaxınlaşır, Təbrizi ələ keçirilir. Yenidən bir Təhmasib bir daha yandırılmış torpaq taktikasından istifadə edir. Və burada deməli, onlar burada çox möhkəmlənə bilmirlər. Çünki Əlqas Mirzəyə yardım edə biləcək heç kim yox idi. Digər bir tərəfdən də Osmanlılar qələbə qazana bilmir. Və burada Səfəvilər Osmanlıları izləyirlər. Qars qalasını işğal edib Ərzuruma qədər irəliləməyi bacarırlar. Ərzuruma qədərki torpaqları Səfəvilər geri qaytarır. 1552-ci ildə Şah 1-ci Təhmasib əks hücuma keçir. Artıq burada 1552-də Şah 1-ci Təhmasib əks hücuma keçir və Şərqi Anadolu istiqamətində irəliyir. Şərqi Anadolu istiqamətində irəliyərkən Muşa qədərki torpaqları geri qaytarmağı bacarır. Burada həm də 1-ci Təhmasib ona görə əks hücum eləmişdi ki, Osmanlıların Azərbaycanın içərilərinə doğru gəlməsinin qarşısını almaq üçün və Osmanlıların Şərqi Anadolunu ələ keçirməsinin qarşısını almaq üçün burada Muşa qədərki ərazilərə qədər irəliləyə bilmişdilər. 1554-cü ildə deməli Sultan Süleyman Azərbaycana 4-cü yürüyüşü baş verdi. 4-cü yürüyüşdə Naxçıvan istiqamətində gəldi. Naxçıvanda gələn zaman yenidən 1-ci Təhmasib yandırılmış torpaq taktikası tətbiq etdi. İrəvan, Naxçıvan, Qarabağ bölgəsindən əhalini köçürtdü. Bu deməli bura gələn zaman Sultan Süleyman Naxçıvana daxil oldu. Lakin Naxçıvanı ələ keçirsə də belə digər ərazilərdə uğursuz oldu. Belə ki, burada 1554-də Buğurt qalası yaxınlarında döyüş zamanı Səfəvilər Osmanlıları məğlub etdilər. Osmanlılar Azərbaycanı tərk edən zaman Naxçıvanı yandırıb çıxıb getdilər. 1555-ci ildə Səfəvi-Osmanlı müharibəsinin birinci mərhələsinə yekun vuran müqavilə imzalandı, Amasya müqaviləsi. Amasya müqaviləsinin şərtlərinə əsasən Qərbi Gürcüstanla birlikdə Bağdad və Ərəb İraqı Osmanlılarda qaldı, Azərbaycan və Şərqi Gürcüstan Səfəvilərdə qaldı. Bundan sonra artıq Şah 1-ci Təhmasib qərar verdi ki, Təbrizə tez-tez yürüyüşlər edilir. Buna görə dövlətin paytaxtını 1555-ci il Təbrizdən Qəzvin şəhərinə köçürdü. Bu, Səfəvi-Osmanlı müharibəsinin birinci mərhələsinin məlumatları idi. Bir də vurğulamaq istəyirəm ki, Şirvanşahların varlığına son qoyulması Şirvanşahlarda 1524-dən 35-ə qədər 2-ci Xəldullah adlı hökmdar hakimiyyətli oldu və ondan sonraki dövrdə isə Şahrux adlı hökmdar hakimiyyətli oldu və Şahruxun dövründə ölkədə bir qədər çaxnaşmalar, üsyanlar, qarşıtlıq baş verdi. Bu qarşılığa son qoyulmaq üçün Şah 1-ci Təhmasib 1538-ci ildə qardaşı Əlqas Mirzəni Şirvanşahlara göndərdi qoşunla. Lakin sonra xəbər tutdu ki, Əlqas Mirzə qalib gələ bilmir və Buğurt qalası istiqamətində yenidən özü bu dəfə köməyə getdi 1-ci Təhmasib. Getdi qardaşına kömək eləməyə. 1538-ci ildə ikisi birlikdə Şirvanşahların varlığına son qoydular. Şirvanşahların buradakı xəzinəsi ələ keçirildi və dövlət süquta uğrayaraq Səfəvilər dövlətinin əlinə keçmiş oldu və burada Şirvan Bəylərbəyliyi yaradıldı. Mərkəzi Şirvan şəhəri təyin olundu. Digər bir tərəfdən də deyəcəyik ki, burada hansı ki, biraz öncə söylədiyim ifadə ki var idi. Əlqas Mirzənin 1547-ci ildə qiyamı baş vermişdi hakimiyyətə qarşı və ona görə də qaçıb getmişdi Osmanlı Sultanının yanına. Və son olaraq 1551-ci ildə Şəki hakimliyinin də artıq varlığına son qoyulur. Şəki hakimi Dərviş Məhəmməd öldürülür. Yerinə Toygun bəy Qacar adlı şəxs hakim təyin edilir. Bununla da artıq Şah 1-ci Təhmasib Azərbaycanın işğalını başa çatdırır
və burada biz deyəcəyik ki, Şirvanşahların da Şəki hakimliyinin də varlığına son qoyulması ilə vahid dövlətin yaranma prosesi başa çatdı məhz Şah 1. Təhmasib dövründə. Bugünkü dərsimizlə qədər bu qədər. Sağ olun.